18 yaşımda özümdən 8 yaş böyük bir oğlanla tanış oldum. Onu tanıyanda sanki həyatdan küsmüş biri idi. Həmişə anası deyərdi ki, sənlə tanış olduqdan sonra oğlum yenidən həyata qayıdıb. Ayrı şəhərlərdə yaşayırdıq. Bilirdim ki, məni çox sevir. Anası məni çox istəyirdi. 2 il biz sevgili olduq. Çox qısqanc biri idi. Mən harasa getmək üçün onun bizim şəhərə gəlməsini gözləyirdim. Amma sevirdim deyə dözürdüm. Həmişə qısqanclıq üstündə dalaşırdı. 1 ildir sevgili idik, ayrıldım. 1 ay sonra anası yazdı ki, pisdir sənsiz. Mən sevirdim deyə barışdım. Amma həmişə bilirdim ki, onun içində bir dərdi var, mənə demir. Anası dedi ki, məndən 2 il əvvəl nişanlanıb. Nişanlısı maşın qəzasında vəfat edib. Bir maşında olublar. Sevməkdən qorxur ki, itirər səni. Mən də onunla bunu danışdım, kövrəldi. Onu başa düşüb yanında oldum. Artıq 2 ildir onun ailəsi də mənim ailəmdə bilirdi. Amma tanış olmamışdılar. Anası istəyirdi ki, elçi gəlsinlər, amma həmişə söhbəti dəyişirdi. Mən də başa düşə bilmirdim. Anası əməliyyat olundu, onlara getdim. Eşitdim ki, oğluna deyir ki, yaşın keçir, 2 ildir qızı gözlədirsən. O qız da yazıqdı, adını qoy. Mən heç nə demədim, evə gəldim. 2 həftə sonra heç nədən böyük bir dava elədi və ayrıldıq. Özümə gələ bilmədim. 5 aydan sonra öyrəndim ki, başında şiş var imiş. Əməliyyat olunub Bakıya qaçıb getdi. Məni yanına qoymadı, dedi sevgilim var, evlənəcəm. Mən də çox pis olub qayıtdım. 1 il sonra bir oğlanla tanış oldum. Sevmirdim, amma çox istəyirdim. Mənə sevgisi və rəftarına xoşum gəldi, nişanlandım. 7 ay sonra da evləndim, çox xoşbəxtəm. 1 ildə evlilik, eşitdim ki, o da evlənməyib. Mənə özü yalan deyirmiş ki, ondan soyuyum. Maması mənə şəkil atdı ki, adıma geyim mağazası açır. Dedi ki, o səni çox sevir, amma sizin talihiniz belə imiş. Sən mənim qızımsan, sənə tək arzum xoşbəxt olmağındır. Mən artıq onu sevmirəm, amma ürəyimdə bir yeri var. İnsan kimi çox istəyirəm, tək o da xoşbəxt olsun.